özümə sual Kirayə verərəm. olunmuş bir kişi demək Bəli, olar ona. Çünki bəli. bu xanımdan da imkanlısı olsa gedib ona da eyni kişiliyi eləyəcək. Ümumiyyətlə bizim bir çox qadınlarımız hansılar ki, kişiyə pul xərcləyirlər, düşünməli və anlamalıdırlar ki, yəni bu absurddur. Bu bir kişinin kişiliyini əlindən almaq deməkdir. Yəni qadın zaten burada əzəldən səhvi qadın buraxdı. Yəni bunu eləməməlidir. Çünki kişinin o zaman o belə sözünün kəsərini, ulğumunu sanki kəsmiş olursan. İndi pul da deyirlər şirin şeydir. Kişi də baxır ki, yəqin verirsə qoy götürüm. Orada da onu götürəndə o pulu orada biraz belə özünü satmış kimi çıxmış olur o bəziləri. Ona görə də məncə elə bu problemi əzəldən qadın özü də yaratmamalıdır. O kişi onu nə, sən əgər bilirsən ki, sən bu sevdiyin bir kişi 15 manatlıq parfüm vurub da həmişə, ged elə 15 manatlıq al da, demirəm heç alma. Nəyə özü atavı dədəvi onun bunun boğazından kəsirsən, telefonunu satırsan, gedirsən ona 500 manatlıq parfüm alıb gətirib qoyursun ki, ala mən sən belə dəyər verirəm. Adətən də qadınlar nə qədər dəyər verərsə də bir o qədər də onu yerə çırpar bəzi kişilər.